Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Səmimi söhbət yenidən efirdədir. Bugün də studiyamızın çox maraqlı bir qonağı var. Qonağım iş adamı Xanoğlan Ramazanovdur. Xanoğlan bəy, verilişimizdə xoş gördük sizi. Əhvalınız necədir? Təşəkkür edirəm Nurhan xanım, dəvət üçün çox sağ olun. Adından da göründüyü kimi yəqin ki bugün səmimi bir ortam olacaq. Biz sizinlə daha öncə tanış olanda da bu barədə söhbət eləmişdik. O məsəl var deyir, dünyanı gülüş xilas edəcək. Çox gülmək qəlbi öldürsə də, gülümsəmək sədəqədir. Məncə hamımız bir-birimizə gülümsəməliyik ki, səmimi görünək. Bəli, düşünürəm ki, elə də olmalıdır. Əziz tamaşaçılarımız, öncədən vurğulayım ki, Xanoğlan bəylə biz tanış olduğumuz zaman bir neçə iş adamı ilə bərabərdik, amma içlərində ən çox səmimi olan, suallarımıza ən çox səmimi cavab verən bir iş adamı idi deyə mən düşündüm ki, studiyamızda mütləq qonaq olmalısınız siz, Xanoğlan bəy. Əhvalınız necədir bu həm yaz, həm yay havasında, qarışıq bir havada? Qanımızın qaynayan vaxtıdır, yay gəlir. Əhvalımız da çox yaxşı, tam fəsilə uyğun. Allah'a şükür. Biz demək olar ki, bütün gün işlə məşğuluq, səhərdən axşama qədər işlə məşğuluq. Maksimumda əhvalımızı müsbət tutmağa çalışırıq. Gözəl insanlarla ünsiyyətdə olmağa çalışırıq ki, əhvalımızı korlamasınlar ki, iş münasibətimizə də təsir göstərməsin. Elə iş demişkən əvvəlcə buradan başlayaq. Mən sizin iş perspektivinizi araşdırdım. Sizin 4 sahədə mühasibatlıq, aqrar sahə, ticarət, bir də şirniyyat sahəsində işləriniz olduğunu gördüm. Bu 4 fərqli sahəni bir arada tutmağa necə bacarırsınız? Öncə oradan başlayaq. Bilirsiniz, mənə belə suallar həmişə çox gəlir bu sahədə. Mən biləndə ki, fərqli sahələrdə çalışıram, belə sualları çox ünvanlayırlar. Mənim əsas işim mühasibatlıqdır. İndi yəqin ki, ətraflı bəhs eləyəcəyik. Əgər bir maliyyətçisə, əgər mühasibsizsə, sizin üçün istənilən bir fəaliyyət sahəsində iş görmək, belə deyək, xidmət göstərmək, satışla məşğul olmaq və s. sizin üçün asan əmələ gəlir. Niyə? Bizim 100-dən çox müştərimiz var və hər sahədə fəaliyyət göstərən müştərimiz var. Biz artıq, belə deyək, bütün sahələrin demək olar ki, işinə bələdik. Və sən əmin olanda ki, bir biznesi ayaq üstə tutan ünsürlərdən, belə deyim, sahələrdən biri də təbii ki, maliyyə mühasibatlıqdır. Sən əmin olanda ki, sənin bu tərəfin güclüdür, orada kimsə səni aldada bilməz, sən hesabatlarını normal analiz eləyə biləcəksən, vaxtında, qabaqcadan mən bu sahəyə girsəm, qazana bilərəm, bilmərəm, bunu rahat analiz edib ortaya çıxara bilirsənsə, istənilən sahədə, əgər ora həvəsin varsa, mən düşünürəm ki, orada müvəffəq ola bilirsən. Biz də buradan yola çıxaraq, digər sahələrdə də, belə deyək, Allah qabağımızdan gözəl insanlar çıxardı. Onlarla müştərək olaraq digər sahələrdə belə deyək, həyata keçirmişik, qurmuşuq, quraşdırmışıq Allahın izni ilə. İnşallah ki, bu da hələ son deyil. Zaman hələ bir yaşımız yoxdur. Yəqin ki, hələ artıra da bilərik inşallah. Bəs Xanoğlan bəy, hazırki dövrdə mühasibatlıq elə bir sahədir ki, və həm yeni universiteti bitirənlər, mühasib olaraq bitirənlər daha çoxdur, həm də bu sahədə şirkət quran insanlar daha çoxdur. Məhz Xanoğlan bəyin qurduğu bu mühasibatlıq şirkəti digərlərindən nə ilə fərqlənir və üstünlüyünüz nədir? Yəni, mən bir iş xanımı olsam sizə niyə müraciət edim? Məncə siz bunu məndən çox, belə deyim, ortaq tanışlarımıza və ya heç sizin tanımayıb, məni tanıyan digər şəxslərdən soruşsaz, onlar da bunu tam rahat şəkildə izah edirəm. Mən 2011-ci ildən artıq bu sahədəyim. Maliyyə mühasibatlıq sahəsində və ilk olaraq ilk iş sahəm budur. İş fəaliyyətimə başlayarkən də maliyyə mühasibatlıq olaraq başlamışam. Oradan öyrənmişəm. Yəni fəhləliyindən gəlirəm bu işin. 2011-ci ildə başlamışam bu sahəyə. Bir şirkətdə mühasib köməkçisi kimi başlamışam, öyrənmişəm, 6 ay sonra mühasib olmuşam və növbəti 6 ay sonra da baş mühasib olmuşam. Orada da hər zaman müsahibələrimdə deyirəm, çox gözəl bir insan var idi, Allah ondan razı olsun. İndi də görüşəndə ona deyirəm, bütün işləri mənə necə lazımdır, A'dan Z'yə hər şeyini öyrətdi. Allah ona yolunu açdı. O rəhbər oldu, mən də baş mühasib oldum. 2016-cı ildə o şirkətimdən ayrılmışam və 2016-cı ildən sonra artıq sərbəst fəaliyyətə başlamışam. Mən bunu bir auditoriya qarşısında, böyük bir auditoriya, 1000 nəfərlik bir auditoriya qarşısında bir çıxışımız var idi. Orada da demişəm, komfort zonadan çıxmaq məsələsi. Yəni, bugün gənclərimizin
belə deyim, çox rastlaşdığı problemlərdən biridir komfort zona məsələsi. Oturub bir yerdə rahat 9-dan 6-ya işləyib, mən bu gün burada işləyirəm, məvacibimi qazanıram, bu mənə kifayət eləyir və fərqli sahələrə yönəlmək istəmirlər. Bu təbii ki, bu iki başlı bir məsələdir. Yəni bacara bilirsənsə elə, bacara bilmirsənsə oranı da tərk etmə. Qal orada işlə pulunu qazan. Amma yox, sənin potensialın varsa, bacara bilirsənsə niyə orada oturursan ki? Oturma orada. Daha sən özünü inkişaf elətdirə bilirsənsə, çalış inkişaf elətdir. Mən də belə idim. Yəni mən orada oturub axıra qədər orada oturmağı özümə belə bir amal qoymamışdım. Fikirləşirdim ki, daha mən özümü inkişaf elətdirə bilərəm, daha başqa məqsədlərə çata bilərəm və dediyim kimi 2016-cı ildən başladım artıq sərbəst mühasib kimi fəaliyyət göstərməyə. Heç yadımdan çıxmaz 100 manata elan qoymuşdum. Hətta hər dəfəsində bunu deyirəm, bir dostum zəng eləmişdi ki, müəllim zarafat yana eləmirsən bunu, yoxsa baxdım saytlarda birində sənin 100 manat elanını gördüm. Dedim ya bu başlanğıcdır. İnşallah gələcəkdə daha böyük rəqəmlər gətirər mənə. Və elə də oldu. Artıq 2020-ci ildə mən qanun mühasibatlıq xidmətlərini təsis elədim. Çünki mənim artıq müştəri sayım çox idi, mən artıq tək başına çatdıra bilmirdim, baxdım ki, artıq komandamı qurmalıyam və 2020-ci ildə qanun mühasibatlıq xidmətləri MMC-ni təsis elədim və artıq komandamı yavaş-yavaş qurmağa başladım və bugün bizim nə az, nə çox 100-ün üzərində müştərimiz var, hər sahədə fəaliyyət göstərən, yəni cəmiyyətdə qarşılaşdığınız, siz də iş adamları ilə ünsiyyətdə olursunuz, münasibətdə olursunuz, bilirsiniz, hər sahədə fəaliyyət göstərən insanlar var. Bizim də bu cəmiyyətdə qarşılaşdığımız hər sahədə fəaliyyət göstərən müştərilərimiz var və 30-un üzərində əməkdaşımız var və şəhərin mərkəzində də 500 kvadratdan yuxarı bir ofisimiz var. Bunu mən deyəndə bəzən təkəbbürlük kimi qəbul edirlər. Qətiyyən əlaqəsi yoxdur. Məni tanıyanlar, səmimiyyətimə güvənənlər, inananlar bilir ki, mənim təkəbbürlüklə heç bir əlaqəm yoxdur. Sadəcə bunu göstərmək lazımdır. Mühasibatlıq elə bir sahədir ki, burada güvən mütləqdir. Mütləq şəkildə insanlar sənə güvənməlidir və bir şirkət olduğu, dayanıqlı bir şirkət olduğu göstərəndə də insanlar güvənirlər, arxayın olurlar. Yoxsa hardasa gedib küncdə bucaqda bir dənə otağa, 10 dənə nəfəri bir otağa salıb orada yəni havasızlıqdan boğula-boğula işləmək heç kim gəlib sənə güvənməyəcək. Amma o sənin şəraitini, əməkdaşlarını, işlədiyin şirkətləri görəndə sənə güvən yaranır. Həmçinin bir mövzunu qeyd edeyim. Biz dedik, mənim bir çox sahələrdə fəaliyyətim var. Kənd təsərrüfatında fəaliyyətim var, şirniyyatda fəaliyyətim var. Bugün mənim kənd təsərrüfat sahəsində mənə rəqib sayıla biləcək insanların mühasibatlığını mən aparıram. Yəni bir növ düşünün ki, adam sizə bir sahədə rəqibdir, amma mühasibatlığını sənə verib. Yəni bundan artıq mən güvən mövzusunda nə misal göstərə bilərəm? Yəni adam öz maliyyəsini, şirkətinin, biznesinin ən məhrəm yerini mənə etibar edibsə və mən digər sahədə də oynayan rəqibəm. Bundan başqa mən nə misal göstərə bilərəm? Eyni şəkildə şirniyyatda da. Bugün şirniyyatda Hanoğlu baklava lokum olaraq bəhs eləyərik. Biz Türk şirniyyatlarının həm satışı, həm də ki, premium hədiyyəliklər təqdim edirik. Eyni sahədə fəaliyyət göstərən başqa bir şirkət var, o mühasibatlığını mənə verib. Və əvvəl də yəni bir tanışlıqla falan gəlməyib. Elə paxlavadan tanıyıb məni, şirniyyat sahəsində eyni işimiz var deyə oradan tanıyıb. Sonra gəlib baxıb ki, mən mühasibatlıq işi də görürəm. Deyib ki, mən mühasibatlıq. Adamın ağlında qəti zərrə şübhə yoxdur ki, bu birdən orada nəsə eləyər, mən bu tərəfdə rəqibəm axı. Və yəni güvən deyəndə mən ən birinci bunu misal göstərirəm və biznes tərəfdən baxanda belə deyim, sahibkar müştərilərimiz biznesini necə, işini necə etibar eləsin, ora baxanda rəsmiyyət tərəfdən qeyd edirəm ki, mən müqaviləmdə hər zaman arizəbənd kimi göstərirəm ki, əgər sizlə biz müqavilə bağlayırıqsa, hər hansı iş xanımı olun, iş bəyi olun, fərqi yoxdur. Biznesimiz balaca olsun, böyük olsun, heç bir fərqi yoxdur. Biz işləməyə başlayırıqsa, mən müqavilə bağlayıram və müqaviləmdə ayrıca kimi göstərirəm ki, mənim ucubatımdan sizin biznesinizə hər hansısa bir zərər gələrsə, onun məsuliyyətini mən daşıyıram. Yəni, burada xırda rəqəmlər də ola bilər, böyük rəqəmlər də ola bilər. Mən o problem yaranıbsa, o problemi birinci növbədə həll edirəm. Yox, həll eləyə bilmirəm. Əgər hər hansısa bir maliyyə itkisi varsa, bir mənalı şəkildə o maliyyə itkisini mən qarşılayıram. Yəni, bir biznesmen üçün, bir sahibkar üçün mən düşünürəm ki, bundan önəmli bir mühasibatlıqda bir nüans yoxdur və bundan çox problemlər yaşayırlar, qarşılaşırlar. Məsələn,
əməkdaşdır, işçisidir, mühasibidir, eləyib ciddi rəqəmlərlə, ciddi zərərlərlə üzləşə bilir. Axırda qayıdıbdır ki, oldu da, neyniyim? Bundan neynəsin ki, necə ala bilər ki, o rəqəm? İşçisidir də, yəni bir maaşı var da, ondan bir səhvdir eləyib, məcbur bu zərəri özü çəkəcək. Ya gözləyəcək aylarla ki, haçansa mənim vəziyyətim düzələr, mənə hesablanmış vergi aradan qalxar, ya da ki, o vergini məcbur ödəyəcək. Amma məndə o problem yoxdur. Mənlə işləyirsə, mən o problemi ya həll eləyəcəm, ya da ki, maliyyətçisi varsa, mən onu öz hesabıma qarşılayacağam. Əla, istərdim, düzdür, bu günləri sizə verəcəyim suallar fərqli sahələrdə olacaq. Çünki zaten fərqli sahələrdəsiz siz. İstərdim aqrar sektorumuza bir müraciət edək. Sizdə Şəki Agro şirkəti də var. Bu, elə bilirəm, siz Bakıda da fəaliyyət göstərmişsiniz, amma sonradan Şəkiyə getmişsiniz. Bu aralığı istəyirəm bizə izah edəsiniz. Bir də mənim üçün əsas məqsəd odur ki, hazırda rayonlarda, ümumiyyətlə Bakının özündə sizin bu aqrar sahə kənd təsərrüfatına nə dərəcədə xidmət göstərir? Yəni, hansı problemlərin həllində köməklik göstərirsiniz bir iş adamı üçün? Buna bu şəkildə açıqlama verim mən. Biz əslində, bəli, Bakıda bizim fəaliyyətimiz vardı. Ümumiyyətlə, siz bilirsiniz, yəni, istənilən bir biznes sahəsi özünü daha çox Bakı ərazisində, Bakı, Abşeron, Sumqayıt bu sahədə doğrulurlar. Çünki Bakı artıq bir megapolis olma yolunda gedir. Bütün iş sahələri burada cəmlənib. Demək olar ki, bütün fəaliyyət sahələrinin ən çoxu burada cəmlənib. Burada bir biznes özünü daha yaxşı doğrulurlar və daha yaxşı qazanc gətirər. Biz də burada işləyirdik. Amma mən bir şəkili olaraq, mən Şəkinin Başsərcinin kəndindəyəm. Orada doğmuşam, böyümüşəm, orada məktəbə getmişəm, oranın suyunu içmişəm, oranın havasını almışam. Özümü bir borclu sayırdım ki, ora üçün nəsə eləyim. Təbii ki, vətən Azərbaycan hamımızın vətənidir, amma doğulduğun yer insana bir başqa gəlir təbii ki. Bəli, ora üçün özümdə sanki belə bir nəsə hiss eləyirdim ki, ora üçün nəsə eləməliyəm. Bəli, mən o biznesi burada qursaydım, daha çox qazanc əldə eləyərdim. Amma dedim, yox, mən bunu orada quracam, oradakı sahibkarlarımıza, dostlarımıza, fermerlərimizə köməklik göstərəcəm. Çünki yox idi orada və orada da bağlar var, ərazilər var, sahələr var. Adi bir hissə üçün, adi bir avadanlıq, hansısa bir ehtiyat hissəsi üçün dururdular. Ya Bakıya gəlirdilər, ya Sumqayıta, ya başqa ərazilərə gedirdilər. Çox əziyyət çəkirdilər. Biz orada qurduq. Deyim ki, artıq bizim orada 2013-cü ildən başlamışıq biz orada fəaliyyətə. Biz indi hələ bir qazanc əldə eləməyə başlayırıq. Yəni, bu qədər müddətdə biz hər hansısa bir qazanc əldə eləməmişik. Məqsədimiz sırf fayda vermək olub və bunu rahat şəkildə açıq deyirəm mən. Yəni, sağ olsunlar orada, hətta bizdə icra hakimiyyətinin müavinində açılışda bizdə iştirak eləmişdi. Buradan bir çox dostlarımız getmişdi, iştirak eləmişdi. Çox dəstək olmuşdular bizə. Sırf bu biləndə ki, yəni məqsədimiz orada faydadır, qazanc deyil. Sağ olsunlar, hamısı çox dəstək olmuşlar. Biz yenə deyirəm, üstündən 3 il keçməyinə baxmayaraq biz hələ indi qazanc əldə etməyə başlayırıq. Amma şükür ki, mən o borcumu artıq verdim. Mən artıq rahatam. Bilirəm ki, bəli, o sahədə də bir dəstək, bir fayda mexanizmi qurmuşam. Kömək olmağa çalışırıq. Ümumiyyətlə, aqrar sahədə də, kənd təsərrüfatı sahəsində, suvarma sahəsində biz Şəki Agro olaraq, Şəki Agro suvarma sistemləri olaraq suvarma sistemlərinin idxalı, quraşdırılması ilə məşğuluq. Bildiyimiz kimi, ölkə prezidentimiz Cənab Prezident İlham Əliyev də çıxışlarında hər zaman qeyd edir ki, şirin su ehtiyatlarının azalması ilə əlaqədar mütləq şəkildə intensiv suvarma sistemlərinə önəm verməliyik. O, dədə-babadan qalan o arx suvarma sistemi həm torpağın münbit qatını məhv eləyir, həm suyun israf olmasına gətirib çıxardır. Get-gedə şirin su ehtiyatlarının tükənməsi ilə əlaqədar mütləq şəkildə fermerlərimiz intensiv suvarma sistemlərini keçməlidirlər ki, həm məhsuldarlıq artır, həm gübrələmə sistemi çox rahat şəkildə həyata keçirilir. Biri var, hər hansısa bir, belə deyim, texnika ilə gübrələyəsən, əlinlə gübrə səpəsən. Bir də var ki, gübrələmə çəni var. Sən gübrəni suvarma sisteminə qatırsan və su ilə birlikdə gübrə gedir, axır məhsulun birbaşa kökünə nüfuz eləyir. Bəli, bu əziyyət də az olur. Əziyyət az olur və 2 qata yaxın artıq məhsuldarlığı artırır. Həmçinin dediyim kimi torpağın münbit qatı zədə görmür. Bəli. Yəni bu baxımdan artıq həmçinin belə deyim, intensiv suvarma ilə suvarılan bağlara ayrıca dövlət tərəfindən subsidiyalar ayrılır. Suvarmanın özünə də subsidiya var.
hal-hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən, AKİA tərəfindən çəkilən suvarma sistemlərinə 40% dövlət subsidiyası nəzərdə tutulur. Geri qalan 40% da əgər sahibkarın fəaliyyəti tam rəsmidirsə, gəlirliyini tam göstərə bilirsə, o zaman geri qalan 40% dövlət faizsiz kredi şəklində verə bilir. Yəni, kənd təsərrüfatı sahəsində dövlətin çox təşviqləri var. Bəzən bizim sahibkarlarımız bundan xəbərsiz olur. Biz dəfələrlə regionlarda getmişik sahibkarlara bu barədə, hətta daimi nümayəndəlikləri var. Onlarla bir yerdə getmişik sahibkarlara bu barədə belə təşviq kampaniyalar həyata keçirmişik, məlumatlar vermişik ki, bəli, bunlardan istifadə etməyə çalışsın. İstəyir heyvandarlıq olsun, istəyir kənd təsərrüfatının digər sahələrində olsun. Yəni, dövlət həddən artıq sahibkarlarımıza dəstək mexanizmləri həyata keçirir. Bəs xanım Oğlan bəy, bir neçə biznesin rəhbər olaraq bunları necə idarə edirsiniz? Ümumiyyətlə vaxt bölgüsünü necə aparırsınız? Mən bilirəm siz ailəlisiniz, övladınız da var. Həm ailəyə vaxt ayır, övlada vaxt ayır, həm 4 yeri idarə et, özü də gənc bir iş adamı. Bu vaxt bölgüsünü necə aparırsınız? Mən ailəliyəm, bəli, 3 övladım var, 2 oğlan, 1 qız övladım var. Maksimum şəkildə, Allah razı olsun, Allah bütün bağları qorusun. Maksimum şəkildə vaxt ayırmağa çalışıram onlara da. Amma bilirsiniz, bir neçə sahədə fəaliyyət göstərmək o demək deyil ki, mütləq gedib o işlərin başında özün duracaqsan. Zaten bu mümkün deyil. Yəni fiziki cəhətdən bunu çatdırmaq mümkün deyil. Yəni gün ərzində 4 dənə sahədə eyni anda olmaq təbii ki, mümkün deyil. Mən başlayanda qeyd eləmişdim ki, Allah da bizə lütf eləmişdi, gözəl insanlarla qarşılaşdırmışdı. Yəni mən işlədiyim insanlarla, belə deyim, maaş qarşılığında işləməkdənsə bir ortaqlıq şərtləri altında işləməyə daha çox önəm verirəm. Düzdür, o gözəl insanlar hər kəsin qarşısına çıxmır. Təəssüf ki, o Allahın hədiyyəsidir. Allahın hədiyyəsidir, bəli, hər kəsin qarşısına çıxmır. Nə bilim, bəlkə də özün yaxşı olmalısan ki, bəlkə qarşıma da yaxşı insanlar çıxsın. İnşallah ki, eləyik. Hər sahədə istəyir. Hanoğlu baklava lokumda mənim şəriyim var, istər o olsun, Şəki aqro suvarma sistemlərində var, istər o olsun, istər digər təbii marketdən danışacaq, orada olsun. Yəni, mən nə edirəm? Mən qururam, əmələ gətirirəm, reisinə salıram və nəzarət edirəm. İşi görənlər olardı. Onlar işləri görürlər, mən sadəcə əlimdən gəldiyi vasitələrdən istifadə edərək nəzarət edirəm və burada hər zaman dediyimiz bir məsələ var, sistem. Bəli, istənilən bir biznesi yüksəldən ən birinci ona qoyulan sistemdir, quraşdırılan bir sistemdir. Necə ki, mən bugün buradayam, amma mənim 4 biznesimin 4'ü də bu dəqiqə işləyir, idarə olunur. Yəni, hər birində artıq bir sistem var. Sistem qurulub, o sistem üzrə işə gələn əməkdaş bilir ki, hansı işi görəcək, hansı aralıqda nə edəcək, nəyi yekunlaşdıracaq, kimlərə nəyi təhvil verəcək, çıxıb evinə çıxıb gedəcək ki, artıq onun evində kimsə narahat eləməsin. Bir sistem yoxdursa, iş pis gedəcək bu bir, üstə gəl, bütün əməkdaşlar da bir-birinə qarışacaq. Yəni, kim nə edəcək bəlli deyil və o əməkdaşın gecəsi gündüzü də olmayacaq. Axşam zəng eləyəsən, sənə gündüz bunu demişdim, onu neynədin, ona deyəsən, bunu neynədin. Özün də qarma-qarışıqdan başını çıxa bilməyəcək, həmçinin əməkdaşlar da bezəcək bundan. İş şəraiti də normal iş şəraiti olmayacaq. Amma düzgün sistem qurulandan sonra Allah şükür ona müvəffəq olmuşuq. Yəni, sistemi qura bilirik, bir yoldan bir şey əmələ gətiririk, artıq o yolla, qurduğumuz yolla şirkətlərimiz gedir, çox şükür. İstərdim biz bu təbii marketdən də danışaq. Orada nələr var? Məhz niyə təbii marketdə adı? Nələr var? Nələri əslində vətəndaşlarımız, əhalimiz əldə edə bilər? Üstünlüyü nələrdir digər marketlərimizdən? Biz onun bir ay olar ki, dostlarımızla, yoldaşlarımızla açılışını həyata keçirmişdik. Orada hətta belə bir şey deyimsə, mən hər kəsə dəvətnaməni həmən günü səhəri göndərmişdim. Düzdür, yəni bilərəkdən eləməmişdim, sadəcə çatdıra bilməmişdim. 2 həftə vaxtı ertələdim, 3-cü həftəyə çatanda gördüm, bu dəfə də desəm artıq ayıbdır da, cəmaata hamıya demişəm ki, bu həftə açılış eləyəcək. Artıq gecə dəvətnamələr bir hamısını özüm hazırlamışam, heç kimə verməmişəm, çünki kontaktı hamısını özü bilirəm, dostlarımın hamısını özüm tanıyıram. Hər kəsə dəvətnaməni özüm hazırlamışdım, saat 4-ə qədər dəvətnamə hazırlamışdım, 5-in yarısı getdim evə çatdım.
çatdım. Saat 10-da durdum, başladım hamıya dəvətnaməni göndərməyə və əmin eləyim ki, sizə göndərdiyim dəvətnamələrdən çox cüzi hissələr adamlar gəlməmişdi. Onlar da ki, indi aydın məsələdir. Hər kəsin işi var. Bakıda deyil, oradadır, buradadır. Yəni saat 10-da dəvətnamə göndər, denən 5-də açılışım var. Yəni hər adam ora gəlib çatmaz da. Gözləntili yüksək tutmamalısan. Yəni bu şəkildə. Amma deyim ki, sizə demək olar ki, çox yoldaşımız, çox dostumuz gəldi, iştirak elədi. Onlar da niyə gəlirlər? Bilirlər ki, mən hər zaman onların yanındayam. Hər hansısa bir açılış eləyirlərsə mütləq şəkildə harda olsam özümü çatdırıram. Bir problem varsa, kimsə məndən nəsə istəyibsə özümü ora çatdırıram. Sağ olsunlar, dostlarım da hamısı oradaydılar. Çox gözəl bir açılış elədik. Çox əla oldu. Təbii market olaraq biz nə edirik? Təbii ən çox turşular və mürəbbələr. Və bunlar da hər yerdə rastlaşmadığımız, adi bir şey deyim, məsələn, armud turşusu. Neçə harda görmüsünüz, nə qədər yerdə görmüsünüz armud turşusu. Görsəz də çox az-maz görə, hər yerdə görməzsiniz. Nə bilim, sparja var məsələn, hər yerdə görməzsiniz, çox xüsusi bir turşu növüdür. Belə də çox məhsullarımız var, handmade-dir, əl istehsalı çoxu. Turşular, mürəbbələr, çərəzlərimiz var, hər növ çərəzlərimiz var, bal xüsusi hazırlanan, yəni pesoxdan istifadə, şəkər tozundan istifadə olunmayaraq hazırlanan bal var. Balın, hətta o balın içərikləri olur da, növləri olur da, hər bir növündən var, arı südünə qədər var. Çayın növləri, hər növdə çay tapa bilərsiniz orada. Ədviyyatlar, hər növdə ədviyyatlar tapa bilərsiniz. Ərazi olaraq hardadır? Ərazi olaraq 28 maddə Dilarə Əliyeva küçəsindədir. Rahat yerdədir. Hətta heç gəlməyə də ehtiyac yoxdur. Volt üzərindən sifariş verə bilərlər və yaxud da ki, bizim nömrələrdən birbaşa sifariş verə bilərlər. Biz çatdırmasını eləyək. Bu gün məsələn çərəzdir. Hər kəs ofisində demək olar ki, çərəzlərdən istifadə eləyir. Bundan ötürü niyə harasa getsinlər, hansısa bir dükana falan vaxtını itirsin. Zəng gedir, bir dənə məlumat verir. Biz nə qədər lazımdır, istədiyi növlərdən, çeşidlərdən yığırıq, göndərik. Rahat oturduğu yerdə gəlir çatır. Məsələn, bugün saat 3-də mənim öz ofisimdə görüşüm var. Mən ora demişəm, heç özüm də getməmişəm. Hamısını artıq yığıb göndəriblər. Anoğlu paxlavadan paxlava göndərtdirmişəm. Təbii marketdən çərəzlər falan, mürəbbə falan bunları göndərtdirmişəm. Yəqin ki, saat 3-də yaxşı bir görüşümüz başlayacaq ofisimizdə də inşallah. Yəni belə təbii məhsullar. Gördük ki, tələbat var, hər kəs istəyir. Bu test rejimindədir. İnşallah baxırıq ki, özünü yaxşı göstərir. Növbəti yəqin ki, daha böyük filiallarda, daha məhsul çeşidimizdə çoxaldacağıq. Bəs Xanoğlan bəy, hazırda Azərbaycanda sahibkar olmaq, real danışsaq, o qədər də asan deyil. Çünki gərəkçələri çoxdur. Bir insandan daha çox vaxt, enerji, psixoloji rahatlıq tələb edən, sahibkar olmaq ümumiyyətlə tələb edən bir sahədir. Bəs Azərbaycan sahibkarlarının hazırda nəyə ehtiyacı var? Mən belə deyim sizə, əslində baxın, bu yaxşı sual verdiniz. Biz hər nə qədər də bir 30 ildən çox keçmiş olsaq da, Sovet təsiri bizdə hələ də qalmaqda davam eləyirdi son illərə qədər. Sovet vaxtı bizim valideynlərimiz nə deyirdi uşaqlarına? Get oxu, adam ol, yaxşı yerdə işlə deyirdi. Biz amma indi nə deyirik? Biz amma indi evlatlarımıza deyirik ki, yaxşı təhsil al, oxu, iş qur. Hardasa işə gir, işlə demirik. Öz müdürün ol. Bəli, iş qur deyirik biz. Allah'a şükür, yəni o tendensiya götürülüb, artıq bu tendensiya yavaş-yavaş davam edir. Birinci buradan başlamaq, yəni artıq biz iş qurmağı tövsiyə eləməliyik. Təbii ki, bayaq biz yolda gələndə sizlə söhbət elədik. Hər kəs də iş quracaq deyil. O potensialı, o beyin, o qurma potensialı hər insanda hər kəsdə yoxdur təbii ki. Hər kəs iş quracaq deyil, amma iş quranlara da o həvəsi, o stimulu, o motivasiyanı vermək lazımdır ki, sən bunu eləyə bilərsən, elə. Motivasiyan düşməsin. Bəli. O bir dostumuz var idi, deyirdi ki, uğursuz olan sizin cəhdlərinizdir, siz deyilsiniz. Yəni uğursuz ola bilərsən, amma cəhdlərin uğursuz olur. Davam elə, bir yerdə bəli, yəqin ki, tutacaq. Bəli, biznesdə problemlər nədən irəli gəlir? Mən indi öz müşahidə elədiyim, öz gördüyüm, öz biznesimin yansıyan tərəflərindən izah edeyim sizə. Məsələn, bugün hansısa bir sahibkar iş qurur, heç fikirləşmir ki, bunun maliyyəsi, mühasibatlığı necədir, açotu, uçotu necədir. Kalkulyatorda vurub qazanca çıxmaq çox rahatdır. Rəqəmə vurub qazanca çıxmaq çox rahatdır. Bunun açotunu, uçotunu, hesabatını qabaqcadan eləmir ki, mən hansı yolu tutsam, hansı yolla getsəm, hansı vergi sistemini seçsəm, mən bu biznesdən gəlir qazanaram və qazanmaram və ya qazanmaram. Bunu analizini eləmir. Eyni şəkildə biznesin
bir çox dirək sütunları var da. Məsələn, bir sütunu mühasibatlıqdırsa, bir sütunu hüquqdur, bir sütunu marketinqdir. Təbii ki, satış olmayan yerdə bunların heç biri lazım deyil. Aydın məsələdir ki, satış şərtdir, verginin düzgün. Mən də onları biraz mühasibatlığa bağlayıram hamısını ki, mühasibatlığın tərkib hissələri kimi görürəm. Təbii ki, satış olmalıdır ki, bunlar olsun. Satış olmayan yerdə bunlar nə qədər işləsinlər mənası yoxdur. Satış varsa, bunlara mütləq şəkildə önəm vermək lazımdır ki, biznesin uğurlu olsun. Yoxsa, yəni batmağa məhkumdur da o biznes. Bir yerdən sonra sən açot hesabatı normal aparmısın. Adicə bir şey deyim. Cibdə o pul olmaq, gəlirli olmaq deyil. Biznesin gəlirliyini göstərmir. Hesabatlılıq puldan belə deyim, puldan vacibdir və puldan ibarət deyil hesabatlılıq. Siz bir malı satırsınız. Adicə bir belə misal göstərim. Siz hansısa bir məhsulu satırsınız. O məhsuldan kimsə satmadan sizə pul veribsə, qabaqcadan sizə pul veribsə, o pul sizin cibinizdədirsə, siz bugün deyənməzsiniz ki, mən imkanlıyam, mən bu belə deyim, satışdan, bu biznesdən pul qazandım, pul mənim cibimdədir. Hələ satışı yekunlaşdırmamışsınız. Hələ ümumiyyətlə tam orada qazanacaqsınız, qazanmayacaqsınız bilmirsiniz. Bunu sahibkarlarımız çox vaxt diqqət eləmirlər, nəzərə alamırlar. Ciblərində pul varsa elə bilirlər qazancdadılar. Amma satış yekunlaşanda baxırlar ki, belə deyək, bir 10 minlik məhsuldan bu sən demə 9.000-ə satıbmış. Elə bilir ki, buradan qazanacaq. Kimsə qabaqçıdan buna 5.000 verib, 5.000 cibindədir, hədiyyə pul cibimdədir də, mən buradan qazanacam. Sonda baxır ki, 10.000-ə, buna mayası 10.000-ə gələn bir şeydən 9.000 qazanc əldə edib. Yəni, cəmi 9.000 hesab, 1000 manat zərərdədir. Və inandırım sizə bu var. Məsələn, siz biraz təəccüblü buna baxa bilərsiniz. İndi rəqəm mən deyəndə açıq-aşkar burada görünür ki, 1000 manat zərərdir. Siz buna biraz qeyri-adi baxa bilərsiniz ki, bu işin necə görünür, bunu görməmək olar. İnandırım ki, sizə görməyənlər var. Yəni, sonda gəlib bu hüsranla qarşılaşanlar var. Yəni, buna görə o biznesin təməl dirəkləri, bunlara diqqət eləmək lazımdır. Birinci, mühasibatlığınıza önəm vermək lazımdır ki, siz bu sahədə fəaliyyət göstərib qazanacaqsınız, qazanmayacaqsınız. Bir dənə də nüansı, məsələn, diqqətinizə çatdırım. Bugün mikro sahibkarlarda sadələşmiş vergi ilə işləyənlər var və gəlir mənfəət vergisindən işləyənlər var. Hər ikisində də dövriyyə 200.000-ə qədərdir. Düşünün, siz 200.000 dövriyyə eləyirsiniz, siz qazansaz da, qazanmasaz da, əgər sadələşmiş vergi ilə işləyirsinizsə, 2% vergi verirsiniz, bu da 4.000 manat vergi deməkdir. Zərər eləsəz 4.000 manat vergini verirsiniz, qazansaz da 4.000 manat vergini verirsiniz. Və bu gün mən sizə deyim ki, pərakəndə sektorunda dövriyyəsi 200.000-ə qədər olan xırda butiklər, belə ticarət yerləri hansına getsəz, hamısı desəz ki, hansı fəaliyyət sahəsində işləyirsən, deyəcək sadələşmişindən. Çünki çoxunun heç mənfəətdən anlayışı yoxdur, bilmir. Amma düşünün ki, 200.000 dövriyyədə siz əgər mənfəət vergisi mükəlləfiyyətini seçsəz, zərər edəsəz, vergi ödəmirsiniz. Hətta elədiyiniz zərəri növbəti illərdəki qazancınızdan çıxırsınız. Neynəmiş oldunuz? Heç nədən 4.000 qabağa düşdünüz. Düzdürmü? İzah eləmək istədiyim məsələ budur ki, uçotu hesabatını qabaqcadan tutmaqla itirməzsən, hətta qazanarsan. Və bu gün sahibkarlarımızın bəli, çoxu problemləri də bundan irəli gəlir. Əgər bir işə sıfırdan başlamalı olsaydınız, ilk olaraq hansı işdən yenidən başlardınız? O deyir, ilk göz ağrı məsələsi. Mühasibatlıq mənim ilk göz ağrımdır. Mən yenidən başlamış olsaydım, yenə buranı seçərdim. Çox həvəsim var mənim buna. Mən bugün məsələn yeni gələn çox pis əməkdaşlara, tələbələrə dəstək olmuşuq bu sahədə. Sıfırdan heç bir təcrübəsi olmadan öyrətmişik, işə götürmüşük. Artıq bugün komandanın üzvlərindən biridir. Onlara da həmişə deyirəm ki, həvəsin varsa bu sahəyə gəl. Həvəsin yoxdursa, bir yerdən sonra bu biraz həm də belə çətin işdir. Əsəbləşə bilərsən buradan, sıxıla bilərsən. Əgər həvəsin yoxdursa, bir yerdən sonra getməyəcək. Həvəsin varsa, inandırım sizin mən gecə saat 2-yə 3-ə qədər işlədiyim vaxtlar var idi. Və bu, məsələn, nə edirdim? Otururdum, fikirləşirdim ki, burada hansısa bir işin daha qısa yolu olmalıdır. Bu hansısa bir hesablamanın daha qısa yolu olmalıdır. Bu belə ola bilməz də, bu çox vaxtımı aparır. Otururdum saatdan onu fikirləşirdim, tapırdım və o tapandakı ləzzət var. o insan o qədər ləzzət edir ki, düşünün ki, adi bir formula ilə bəlkə də bir həftəlik işini 1 saat içərisində həll eləyirsən. Və bu həqiqətən bu belədir, yəni bu şişirərək demirəm. Ona görə gələn yoldaşlara, həmişə tələbələrə də deyirəm ki, hətta biz dəfələrlə o universitetlərdə çıxış eləmişik tələbələrin qabağında, onları da izah eləmişəm ki,
təbii ki, sevdiyiniz sahədən maksimum yapışmağa çalışın. İndi bəzən həyat şəraitləri elə gətirir ki, sevdiyin sahədən məcbur olursan başqa sahələrə də. Amma bu sahəyə gəlirsinizsə, sevirsinizsə gəlin. Sevmirsinizsə bu bir yerdən sonra davam eləməyəcək, getməyəcək. Mən bunu çox sevirəm. Bəs Xanəlan bəy, sonda istərdim gənclərə, iş qurmaq istəyən gənclərə tövsiyələrinizi verəsiniz. Amma gənc deyirəm, siz də onsuz da gəncsiniz. Belə iş qurmaq istəyən gənclərə deməyək də, ümumən iş qurmaq fikri olan hər kəsə tövsiyələriniz hansı yoldan başlasınlar, nəyə xüsusi diqqət eləsinlər? Təbii ki, maksimum şəkildə mən bir növ öz həyatımdan yola çıxaraq cavab vermək istəyirəm də, əvvəlcə təcrübə qazansınlar, təbii ki, hardasa. Bu təcrübə qazanmaq bu gün düzdür. Çoxu yoldaş gəlir, deyir ki, mənim təcrübəm yoxdur, mən necə təcrübə qazanım. Amma elə insanlar gəlib ki, mənim yanıma, elə danışıblar ki, mən özüm istəmişəm ki, gəl, mən sırf sənin bu istəyivə görə, bu həvəsvə görə mən səni təcrübəsiz olsan da götürəcəm, mən səndəki o işığı görürəm, səni yetişdirəcəm. Bunu qarşısındakı adamlara göstərəndə, o həvəs içindəki həvəsi göstərəndə, inandırım sizə, yəni 10 nəfərdən ən az 2 nəfər ona bir yol yordan göstərməyə çalışacaqlar. Bir təcrübə əldə edəndən sonra artıq o qurduqları təcrübə üzrə mən düşünürəm ki, iş şəraiti də yavaş-yavaş qura bilərlər və burada bizim çox dəyərli fikirləri olan, belə deyim, professorlarımız var, alimlərimiz var. Həm iş sahəsində, həm nəzəri sahədə, praktika ilə nəzəri, yəni bir-birinə birləşdirən bizim dəyərli, həm sahibkar olsun, həm professorlar, alimlərimiz var. Bunların çıxışlarından mütləq tövsiyələr götürsünlər, çox yol göstərəcək, həddən artıq. Çünki mən bu yaşımda belə, bu qədər işimlə belə yenə də onlardan istifadə edirəm. Çox sağ olun Xanəlan bəy, təşəkkür edirəm. Hər bir sual çox maraqlı oldu, çox maraqlı da cavablar aldım sizdən. Minnətdaram bu qədər işin arasında bizə vaxt ayırdınız. Mən təşəkkür edirəm, sizin verilişə də uzun ömürlər arzulayıram. İnşallah 5-ci biznesimiz açılanda gəlib onun söhbətini də eləyərik. İnşallah. Sevə-sevə də biz sizi yenidən qonaq kimi verilişimizdə görmək istərik. Belə, əziz tamaşaçılarımız, bir verilişimizin daha sonuna gəlib çatdıq. Sonda bizə yaratdığı şəraitə görə Qraf Otelə xüsusi minnətdarlığımızı bildiririk. Yenidən görüşmək ümidi ilə sağlıqla qalın.